Bu iki ədədin fərqi 671 olarsa A-nı tapın. A 45, yəni hər hansı bir 3 rəqəmli ədəddir. Çıxıram buradan A 4-ü. 2 rəqəmli ədədir. Qalır 671. 5-dən 4 çıxanda 1 qalır. Buradan bir onluq almadığımız üçün 4-dən nəyi çıxsaq 7 qalar. Əlbəttə ki 4-dən məsələn 7-dən çıxsaq 7 qalardı, amma 14-dən çıxsaq, yəni buradan bir onluq almaq lazımdır. 14-dən də 7 çıxdıqda deməli A bərabərdir 7-yə. Və ya açıq şəkildə yazmaq olardı. Burada mərtəbə toplamlarının cəmi kimi yazsaq, A-nı 100-lük mərtəbəsidir, 4 onluq, 5 isə təklik mərtəbəsidir. Burada isə A onluq mərtəbəsidir, 4 təklik mərtəbəsidir. Deməli yaza bilərdik ki, 100A üstə gəlinsin 40 üstə gəl 5 çıxılsın 10A üstə gəlinsin 4 olmalıdır. Qarşıda mənfi var deyə çıx 4 bərabərdir 671. Burada 10A-dan 100A ilə 100A-dan 10A-nı çıxsaq qalar 90A bərabərdir. 45-dən də 4 çıxsaq 41, 671-dən də 41-i çıxsaq 90A bərabərdir 630-a. 630-u da 90-a bölsək yenə 7 eləyir. Yəni açıq şəkildə də yazıb həll edə bilərsiniz.